أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli Müslümanlar, her şəxsin önüne bir tapıntı çıxa bilər. Bu mümkündür. Amma unutmayaq, kiminsə qabağına nəsə bir tapıntı çıxdısa, o bilsin ki, o imtihan edilir, yoxlanılır. Çünki aləmlərin Rabbi Allah Qur'an-ı Kərimdə belə buyurmuşdu. Əl-Ənbiya surəsi 35-ci ayə. Əuzu billahi minəşşeytanirracim. Kullu nefsin zâikatul mevt ve neblukum bi'şerri vel hayri fitne ve ileyna turcaun. Her bir canlı ölümü dadacaqdır. Unutmayın, biz sizi xeyirlə və şərlə imtihan edirik, yoxlayırıq. Unutmayın ki, bizə qaytarılacaqsınız. Bəli, deməli ayədə aləmlərin Rabbi Allah bizə bildirdi ki, həyatınızın hər anı sınaqdır. Başına gələn xeyir və şərdə yoxlanılırsan ki, sən kimsən? Sən sədaqətli bir dostsan, yoxsa ancaq öz xeyrini düşünən, qabağıma çıxdısa bu mənimdir deyib və yaxud da ki, nəyimə lazımdır o, kimin də axtarsın, özü tapsın deyə bir qayğısızmı? Bax, burada biz hər nə ilə imtihan olunuruq, dəyərli müsəlmanlar. Deməli, bir sağlam insan yolda gedərkən bir şey tapdısa, o başqa bir insanın əmanətidir. Elə bir sənin bacın, qardaşının bir əmanətini itiriblər və yaxud da ki, onu sənə əmanət edib. Ona sayğı göstərməli, öz malından da artıq qorumalı ki, düz sahibini tapasan deyə. Deməli, dini qaydalara görə tapıntının öz şərtləri vardır. Əvvələn, tapılan sadə bir şey ola bilər, ciddi bir şey ola bilər. Əgər tapılan sadə bir şeydirsə, misal üçün, bir alma gördün bir yerdə. Misal üçün, meşədəsən, gördün bir alma qoyulub bir qayanın üstündə və yaxud da ki, düşüb bir yerə və yaxud da ki, olur, su gətirdi, nə oldusa, bir şey, sadə bir şey tapdın. Misal üçün, yoldan 1 manat tapdın. Yəni, sadə rəqəmdir də, yəni insan həyatını dəyişəcək bir şey deyil. Sadə bir şeyin hökmü başqadır, ciddi bir şeyin hökmü başqadır. Əgər sən ciddi bir şey tapmısansa, misal üçün, qızıl tapmısan, küllü miqdarda puldur. Küllü miqdar deyəndə, misal üçün, 100 manatdır, 50 manatdır. Yəni, bu bir məbləğdir. Bir ailənin bir neçə günlük dolanışığıdır. Yəni, ciddi rəqəmdir. Yəni, ciddi bir şey tapılıbsa, o ciddi tapılan saxlanılmalıdır. Əmanət kimi götürməlisən, onu saxlamalısan, amma məlumat vermə şərti ilə. Yoxsa tapdın, cibinə qoydun, müddət tamamlanandan sonra xərcliyim yox. İctimai yerlərdə, yəni insanların daha çox olduğu yerlərdə məlumat yaymalısan ki, bu tipli bir şey tapmışam, daha deməyəcəksən nə olduğunu. Çünki yalancılar deyər, alarlar səndən. Məlumat verəcəksən ki, tapıntı varımdır. Misal üçün, məscidin kənarından və yaxud da ki, filan marketin qabağından və yaxud da ki, filan binanın yaxınlığında bir şey tapmışam. Kim nəyini itirib, gəlsin xəbər versin, əlamətlərini desin. Kimi məlumat verəcəksən.
Amma sadə bir şey olsa, ondan özün istifadə edə bilərsən. Çünki o qalsa xarab olacaq. Qalsa xarab olacaq və yaxud da ki, yəni bunun misal üçün 20 qəpik tapıb yerdən. Yəni də daha bunun sahibi, yəni ki, tapmaq, yəni ola bilsin ki, heç bu qədər ehtiyac olmasın. Belə tapıntı olanda, sadə tapıntı olanda, əgər o tapanın özünün ehtiyacı varsa, birbaşa özü istifadə edə bilər. Yox, özünün ehtiyacı yoxdursa, sadə tapıntını sədaqə versin sahibinin niyyəti ilə. Amma ciddi tapıntını isə, yəni ciddi bir şeyi qızıl tapıb, ev açarı, maşın açarı, maşın sənədi və yaxud da ki, böyük pul tapıb, o zaman bunu bir il müddətində Müslüman bacı qardaşının əmanəti kimi özü ilə saxlayacaq. Ona toxunmayacaq, onu saxlayacaq ta ki sahibi tapılana qədər, bir ilə qədər. Sahabələrdən biri Resulullah'tan soruşur. Ya Resulullah, yerde bir şey gördüm, bir şey tapdım. Bir şey tapdım. Onu götürüm mü? Yoksa başımı niye belaya salıram? Yani bu şərtlər çətindir də. Bir il onu qoru, saxla, sahibini axtar. Yəni bu qədər çətinlikdənsə hələ üzümü tutum o tərəfə çıxım gedim də. Resulullah sallallahu aleyhi və səlləm belə buyurur. Xuzhə fə innəmə hiyəllək əv li əxik əv li zibin. Muttafaqun aleyh. Hadis səhihdir. Bütün imamlar bu hadisi rivayet etmiştirler. Burada Resulullah buyurur. Bir şey taptıysa onu götürün. O ya sizindir. Yani ya sənə qalacaq sonunda, ya qardaşınındır, onu ona qaytaracaqsan, ya da ki qurdundur. Yani oğrunundur. Oğrayacaq, məhv edəcək. Yani tutaq ki qurd yeyəcək onu, sən götürməsən. Götür. Axtararsan, sahibini taparsan, ona verərsən. Tapmazsan, möhtacsansa sənin olar. Ehtiyacın olmasa, onu sədaqə verərsən sahibinin adından. Amma çox qiymətli bir şey olanda, daha çox qiymətli bir şey. Misal üçün, birisi bir bağlama pul tapıb. Misal üçün, 10 min içində pul var. Belə bir tapıntı üçün Allahın Resulundan soruşmuşdu bir sahabə. Ya Resulullah, tapmışam, bir ildə məlumat vermişəm. Sahibi çıxmayıb. Allahın Resulü sallallahu aleyhi və səlləm deyir. Qad ərrəftuhə havlən fəqal ərrifuhə sənətən uxra. O dedi, bir il xəbər yaymışam, sahibi çıxmayıb. Resulullah deyir, növbəti ili də axtar. Yəni, çünki o məbləğ böyükdür, onun sahibi heç vaxt xatirəsindən getməyəcək. O, onu axtarır. Ola bilsin ki, xəstəlik səbəbilə gələ bilməyib. Ola bilsin ki, burada qonaq olub, o gedib indi evinə qayıdıb, pulunu itirib, aç-susuz qalmayacaq ki, evinə qayıdıb bir müddət sonra illaki qədimidə sezondan sezona, yəni ki, onlar səfər edərdilər. Ola bilsin ki, növbəti il qayıtsın, bəlkə sahibi tapıldı. Deməli, dəyərli insanlar, bir şey tapıldısa, nadanlar, cahillər sevinirlər ki, mənim bəxtim var, tez-tez qabağıma bir şey çıxır və götürən kimi də ondan istifadə edir, dəyərli olub olmamasına baxmayaraq. O adam bilsin ki, halal haram burada da vardır. Tapmışam deyə o demək deyildir sənindir. Sahibini axtarmaq şərti ilə müddət tamamlansa o sənin ola bilər. Hələ bir buna başqa pəncərədən baxaq. Yəni, niyə tapmışıq kimi hələ düşünürük ki? Niyə düşünməyək, itirmişəm? Sən itirəndə nə olur? İnsan hətta ən kiçik bir şeyi itirəndə belə bir müddət psixoloji olaraq gözü gəzir. Heç orada deyil, tamamilə fərqli bir yerdədir. Amma hey gözü yer gəzir. Nəysə 1 manat pul itirib. Yəni onun həyatını dəyişən bir şey deyil. Düzdür, 1 manat 2 çörək edir.
Yəni onun ailəsinin ehtiyacıdır. Amma ki, yəni həyatı məhv edən bir itki deyil. Amma yenə də insanın gözü axtarır. Niyə? Çünki insan ona aid olanı əlindən vermək istəmir. Hələ bir özünü düşün də, yəni sənin başına gəlib ciddi bir məbləğ itirmisən, böyük məbləğ itirmisən, maşınını satmısan, övladın üçün xeyir iş görməyə hazırlaşmısan, o pul ağlın gedib başından, həyəcanlı olmusan, qoymusan dəstəmaz alan yerdə getmisən və yaxud da ki bir yerdə çörək yemisən, unutmusan, getmisən. Bu unudub gedən insanı bir düşünək. Yəni taparkən içimizdəki sevinci düşünməyək. Tapdım, mənimdir, xoşbəxt oldum, həyatım dəyişdi. Heç vaxt, əksinə həyatım pisə dəyişəcək. Çünki heç vaxt ola bilməz ki, kiminsə göz yaşları sənin həyatının saadəti olsun. Heç vaxt, çünki o göz yaşlarıdır. Bəs nə üçün rüşvət alanlar, niyə uyuşturucu satanlar, niyə əxlaqsızlıq edənlərin heç biri sonucu saadətlə həyatı bitməmişdi? Acınacaqlı, fəlakətli bir sonuc olmuşdu. Müvəqqəti biraz əylənmişdi. Çünki o göz yaşlarıyla zənginləşmiş, o göz yaşlarıyla bir möhtacın, bir yoxsulun hər nəyini satıb ona verib onu işə götürmüşdü. Əlbəttə o pul sənin bir gün boğazında kilitlənəcək. Hələ Allah ilə hesab bir yanadır. Hələ bu dünya işgəncəsidir. Ona görə də bir şey tapmısansa, sən bilginən ki, onu axtaran iki göz var. Onu axtaran bir həyəcanlı ürək var. Onu axtarır. O onu tapanı necə bağrına basmaq istəyəcək. Necə ona qarşı sevincli olacaq. Bax, o hissi yaşamaq üçün kiminsə əmanətini mənimsəmə. Gəzdir özündə. Evinin ən etibarlı yerində saxla. Öz saxladığın əmanət yerindən də yaxşı yerdə saxla ki, onun sahibinə bir gün onu qaytar. Sən onu ona saxladıqca, onu ona qaytardıqca, bilginən ki, həyatda sənin üçün dua edən bir neçə nəfər də tapılacaq. Təsəvvür edirsənmi? Sən onu sahibinə qaytardıqdan sonra, o ailəsinə getdikdə ki, Allaha həmd olsun, belə bir insanın qabağına çıxmışdı, o bunu qoruyub, saxlayıb bizə qaytardı. Onun və onun ailəsinin və o pula görə sevinən insanların duaları sənin üçün o məbləğin özündən milyonlarla dəfə artıqdır. Biz bunu başa düşsək, bax, sahabələr kimi olarıq. 2 il özü ilə əmanəti gəzdirib, heç deməyib ki, mən niyə başımı bəlaya saldım? Yəni, belə də olur ha. Hər kəsdə ola bilər. Adam görür, deyirsən ki, görmədim. Gedim, bununla kimdir başını ağrıdan? Amma getmə. Sən onu görsən, götürməsən və onu oğru götürsə, yesə, oğru öz növbəsində günahkardır. Amma sən də göz yumdun bir məzlumun haqqına, bir nəfərin tapdanmış və yaxud da ki, imtihanına səbəb oldun, ağır imtihanına səbəb oldun. Ona görə də dəyərli insanlar. O insan ki, tapdıqdan sonra onu qoruya bilməyəcək, misal üçün fikirləşir ki, mən özüm burada qonağam, mən burada bir günlüyəm, mən getməliyəm, amma qiymətli bir şey tapmışam. O belə adamlar onu həmən dövrün, həmən ərazinin ən etibarlı, dəyərli insanını axtarıb tapmalı, əmanəti ona həvalə eləməlidir. Ki, bəs mən burada tapmışam, yəni bildiyi ən etibarlı, sağlam insana bunu versin. İndi o da onun öz bilgisi çərçivəsində. Ola bilər ki, bunun yaxşı bildiyi də xəyanətkar imiş. Əgər bu şərtləri tamamlayıbsa, yəni gördü ki, bu Allahdan qorxan birisidir, takvalı birisidir, səmimidir, saf insandır. Yəni bildiyin bu sənə bəs edir, ver. Daha nə olacaq sənlik deyil, bura qədər sənlik. Yəni qoruyanların özü gücü yetməsə, onu qoruya biləcək birinə verməlidir. Amma məscidlərin özündə bunu elan etmək olmaz. Məscidin içində bu barədə danışmaq olmaz.
Misal üçün gedib məsciddə xəbər yayır ki, mən filan şeyi tapmışam. Bu olmaz, çünki Rasulullah bunu qadağan etmişdi. Bir gün iki nəfər məsciddə danışırdı. Rasulullah dedi, nə danışırsınız orada? Biri dedi, ya Rasulullah, dəvəmi itirmişəm. Bundan soruşdum ki, sizin ərazinizə gəlməyib belə əlamətli bir dəvə. Rasulullah dedi, tapmayasan. Sahabə elədiyi hərəkətdən o qədər utandı ki, çünki dedi, bura itirilən əşyaların axtarılan yeri deyil. Bura Allah ilə danışıq yeridir. Rəbbinə qovuşan yerdir. Burada insanlar yalnız və yalnız Allah və onun adını xatırlayar. Burada dünya işlərinizi həll etməyin. Hələ bütün buna baxmayaraq məscidin içində alver edənlər var. Əşya gətirir, satır, yerin soruşur. Hələ bəziləri ayıqdır, içəridə alverə edir, deyir, çöldə pulunu verərsən. Güya ki, yəni bu ayıqdır, bu məscidin içində pulu almadı. Yəni məscid elə yerlərin yeri deyil. Məscid yalnız Allah zikr olunar. Allahdan başqası da orada zikr olunmaz. Yalnız Allah. Ona görə də tapıntılar məscidin qapısında deyilə bilər, çöl qapısında. Misal üçün, gəlib qalıb məscidin qapısında, ictimai yerdir də, girib çıxana deyir, bir əşya tapmışam, xəbəri çatsa, mənəm, filan kəsəm, filan yerdə yaşayıram, bu telefon nömrəm, mənə zəng vurub əlamətlərini desin, təhvil verim ona. Bu cürə olar məscidin çölündə, yəni qapısında, amma məscidin içi ibadət yeridir. Orada olmaz. Amma digər ictimai yerlərdə bu xəbər yayılmalıdır. Sadə işlərə isə sahabələrdən Cabir bin Abdillah radiyallahu anhu deyir ki, Rəxxasa lənə Rasulullah fil əsə və savt vəl həbl və əşbəhəhu. Allahın Resulü sallallahu aleyhi və səlləm sadə şeylər tapılanda bizə ondan istifadə etməyə icazə vermişdi. Çomaq kimi, qırmanc kimi, kəndir kimi, yəni bu cür bir şeylər. Yəni sadə bir şey, qırmanc tapmışam. İndi söz yox, biri desə ki, mən qırmancımı itirmişəm, heç onu verərsən ona. Yəni bundan istifadə də edə bilərsən, onun sahibi tapılana qədər. İstifadə də edə bilərsən. Ta ki, sahibi gəldi, çatdı. Hətta əgər kənd yerlərində belə şey olsa, misal üçün, danadır, itib, nə bilim, qoyundur, itib, dəvədir, itib, sahibi yoxdur, tapmısan, onu saxlayırsan, onun südündən istifadə edə bilirsən, ondan, misal üçün, əgər bir daşımacı kimi bir ehtiyac olsa, ondan istifadə edə bilirsən. Çünki onun yeməyini verirsən, suyunu verirsən, ona görə onun məhsulundan da istifadə edə bilərsən, sahibi gələnə qədər. Sahibi gəldikdə isə əmanətini ona qaytarmalısan. Deməli, dəyərli insanlar, unutmayaq, qarşımıza bir şey çıxdısa, bu da sənin həyatında bir imtihandır. Necə ki, Əl-Ənbiya surəsi 35-ci ayəni oxuduq ki, bu sənin həyatının imtihanıdır. Allah səni hər nə ilə yoxluyur. Həm yoxsulluqla, həm zənginliklə, həm ədalət ilə, həm sədaqət ilə. Sədaqət nədir? Bax, tapdım, düşünürəm, bir insanın ehtiyacı. Vəssalam, sadiq insan onu qoruyur, saxlayır. Xəyanətkar anında ondan istifadə edir, deyir, qabağıma çıxıb mənimdir. Belə dəyərli müsəlmanlar, vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.